Buradan herkesi salamlayıram. Herkesin gelen bayramları mübarek olsun. İli uğurlu gelsin. Bugün ben öz doğma yurt yuvalarımızda Qarabağ torpağına qonaq gəlmişəm. Buradan İranın dağları görsənir. Bu səhəngləri də bacımın oğlu Qarabağdan gətirib. Bunlar bura istifadə etmədikləri bir tərəfdir, ora qoyublar, axıdır ancaq. Bizdə bu səhənglərlə bulaqdan gedib su gətirirdik. Allah erməninin evin yıxsın. Amin. Oradan da qəşəng İranla bizim sərhədimizdir, o meşəlik ərazi. O su idarəsidir, özümüzünkilərindir, bizimdir. Buradan da məscid var, görsənir. Buradan yaxşı görsənmir, o yandan görsənir. Konadan çəkirəm bunu. Torpaqlarımıza qurban olun və öz yurt yuvalarımızın göyərtiləri ilə, təmiz, təbii qatığı ilə doğğa bişmişik və təzə göy soğanla nuş edəcəm. Allah bacımın canını sağ eləsin, oğlunun, gəlininin bu gözəl nimətləri, əkirlər, biçirlər. Dövlətimizi Allah qorusun, bir də müharibələr olmasın, prezidentimizin canı sağ olsun, şəhidlərimizə qəni-qəni rəhmət. Bu gecə cuma axşamıdır. Onların ehsanı olsun. Qazilərimizə can sağlığı, əskərlərimizi qorusun. Allah bizə bir də pis gün göstərməsin. Öz təbii qatığımızla, inəyimizin qatığı ilə, bacımgilin inəyin təbii həyətdən yığılmış yarpız, göyərtilər və təbii bitkilərlə doğğa və burada da yarpaq dolması büküblər mənə. Çox sağ olsunlar. Bilirlər ki, bu ikisini mən sevirəm. Hər kəsə nuş olsun. Allah bir də bizim milləti məyus etməsin. Bayrağımız daimi ucalarda dalğalansın. Amin. O dağlar var ha, o dağlar. O dağlarla mən neçə sutka piyada gəlmişəm. Araz çayı var. O dağın ətəklərindən biraz bəri meşəliyin içində. Bizim kəndimiz hardasa buradan 5-6 kənd o yanadır. Oradan keçmişik nə vahimə ilə. Qırat ateşinin altında. Nə zulmla keçmişik Araz çayının. Araz çayının bir neçə qolu var idi və böyük arazı atla keçmişəm. İkisini piyada keçmişəm suya bata-bata. Birini amma böyük belə keçə bilmədim. Atla keçdi. Kəndimizin, elimizin, obamızın igid oğulları. Çox sağ olsunlar. Neçə sutka o dağların ətəyi ilə o yandan bəri piyada İrandan gəlmişik. Baş açıq, ayağı yalın. Bizi də deyirdilər ki, başınızı örtün, baş açıqsınız xanımlar. Çox zülmlər çəkmişəm. Buraya gəlirəm, torpağımızı görürəm, sevinirəm. Amma o dağları görürəm, evimizdən, eşiyimizdən, hər bir şeyimizi atıb, ayağı yalın, baş açıq, o daşlıq, kəsəkli yollarla piyada, soyuq, isti yol gəldiyim yadıma düşür, məyus oluram. Allah bizə bir də o günləri göstərməsin, amin.